Əgər do və make arasında seçim etmədə çətinlik çəkirsinizsə, o zaman sizə bu məntiqdə istifadə etmək məsləhət görürəm. Do var olan bir şeyi yerinə yetirdiğimiz zaman istifadə olunur. Məsələn, do homework, do the dishes. Tapşırığı yerinə yetirmək, tapşırığını etmək və yaxud da qabları yumaq, do laundry, paltarları yumaq. Bu tip hallarda həmin işlər artıq var və biz onları yerinə yetiririk. Ancaq make beynimizin və əlimizin məhsulu olan hadisələrdə, olan işlərdə istifadə olunur. Məsələn, make a list, make a plan. Bu tip hallarda make a cake. Bütün bunlar bizim beynimizin və yaxud da əlimizin məhsuludur. Yəni onları biz sıfırdan hazırlayırıq. Əgər bir siyahı hazırlayırsınızsa, bunu öz beyninizin gücü ilə edirsiniz. Bunu sıfırdan yaradırsınız. Və yaxud da bir tort hazırlayırsınızsa, bu sizin əlinizin əməyidir. Onu siz yaradırsınız. Qısaca desək, do var olan bir şeyi yerinə yetirməkdir. Yəni do'nu yerinə yetirmək sözünün qarşılığı kimi istifadə edə bilərik. Make isə hazırlamaq mənasında istifadə olunur. Ümid edirəm ki, artıq bunları qarışdırmazsınız və düzgün şəkildə istifadə edərsiniz.